Xaricdə insanlar Marsa hazırlaşırlar, başqa bir planetlərdə özlərinə yer axtarırlar. Nə bilim, süni intellekt yaradıblar, hansı ki, indi başqa yerdə yaradıblar, xaricdə yaradıblar, biz istifadə edirik. Sonra həyatımızın 80%-ni artıq əhatə edən onsuz bir addım belə hərəkət etmədiyimiz ChatGPT, hansı ki, hər addımımızı ondan məsləhətləşirik, nə yeyirik, kaloriyasını ondan soruşuruq, hər şey planı ondan qururuq, hər şeyi ondan soruşub öyrənirik. Biz yaratmamışıq, xaricdə yaradılıbdır. Amma biz hələ fikirləşirik, onlayn, ayda görəsə mən onlayn məşğul ola bilərəmmi? Bacaracağammı? Niyə? Xaricdə bunları yaradanın beynindən, yəni nə ilə fərqlənir ki? Eyni beyni Allah sənə də verib də. Sadəcə bilirsən fərqi nədədir? Onun özünə güvəni var. Yıxılmaqdan qorxmur, təzə nəyisə prob etməkdən qorxmur və yaradır. Və amma biz ömrü boyu şübhə ilə yaşadığımıza görə özümüz hələ heç nə icad eləməmişik. Onun bunun icad etdiyindən həyat sürürük. Onunla həyatımızı az da olsa düzəltməyə çalışırıq. Yediyimiz ərzaqlara kimi başqalarının millətindir. İndi özümüz nəyisə düzəltməyə çalışırıq. İşlətdiyimiz telefona kimi, sürdüyümüz maşın o dünənə kimi bəyənmədiyimiz, iyrəndiyimiz Kitayların maşınını sürürük. Nədir, biraz ucuzdur. Amma biz hələ fikirləşirik, onlayn məşğul olmaq mümkündürmü görəsən? İndi də bunu bəhanə edib öyrənmirik. Amma sonra öyrənənlərin uğuruna baxıb ya bəhanə gətiririk, ya da ona bir vedrə qoşmaq üçün nəsə axtarırıq. Qızdırsa 100% kimsə arxasında durur, 100% həci filan var. Bizdə başqa cürə mümkün deyil axı qız irəli getsin. Oğlandırsa, əşi dayı var, yəqin ki, hansısa nəyin varlı milyoner atanın uşağıdır ona görə. Yoxsa öz başına mümkün deyil. Çünki məndə də eyni başdır, mən işlədə bilməmişəmsə, o necə işlədib irəli gedib. Nə vaxta kimi özünü bəhanə gətirəcəksən? Nə vaxta kimi bunlarla özünə sakitlik tapıracaqsan? Əgər videom az da olsa biraz təsir etdisə və razısansa, nə qədər ki gec deyil, heç olmasa indi bu nömrə ilə əlaqə saxla və 2 aylıq danışıq dərslərinə qoşul. Yəni yeni metodikamla elə etmişəm ki, artıq əziyyət çəkib nə dərsdə heç nə yazmırsınız, nə ev tapşırığı yoxdur, nə qrammatika keçirilmir, heç nə. Sadəcə danışıq. Danışaraq 40 dərsdən sonra özünü tanıma. Harda olursan ol, kimlə danışırsan danış, nə haqda danışırsan danış, rahat sən də danışa biləcəksən. Dialoqu qura biləcəksən. İnsanla ünsiyyəti rahat qura biləcəksən. Buna da bir axtar, bəhanə tap. Və sonra sadəcə ona buna arxadan belə həsədlə bax, yaxşı? Belə də həyatını yaşayacaqsan da. Kim ölüb ki səndə?